Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə gözəl bir yerdə 92-170 marşrutlarından 50-60-70 metr məsafədə qapının ağzına qədər asfalt olan ərazidə 2 mərtəbə 3 sotun içində monolitlə inşa olunmuş bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətin videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram. Ev tam təmirli vəziyyətdə, ideal təmir olunub. Özə alıcı gəlsin, baxsın. Yəni təmirini də özü görəcək. Yer həqiqətən yerdə gözəldir. Ev də həqiqətən özü gözəldir. 3 sotun içində inşa olunub. Həyətində gördüyünüz kimi tam daşlar düzülüb. Həyətində yay üçün besetkası düzəldib ev sahibi. Üzü ağlayla üzlənib. Əlavə əl qapısı, pultla idarə olan darvazası. Gördüyünüz kimi də ev səliqəli səhmanlı bir evdir. Ağlayı da qəşəng gördüyünüz kimi evin xarici görünüşü də gözəldir. Ev kürsülüdür, hündürdür. Ev monolitdir, beton monolitdir. Birinci mərtəbədə monolit, hörmətli izləyicilər. İkinci mərtəbədə özü qupquru ərazi. Bax, görürsünüz, toz torpaq. Yəni, bir dənə nəmişlik yoxdur. Evin yeri də gözəldir. Ev özü də gözəl evdir. Bax, burada evin demək olar ətrafına keçmək mümkündür. Baxın, ayrısı belə fırlanmaq mümkündür. Burada ayrıca həyətində sanitar qovşağızadır. Hamısı ikisi də var. Hamamla sanitar qovşağı. Düzdür, bura təmirsizdir. İndi danışdınız, oranı da ev sahibi təmir edib verə bilər. Danışıdan asılıdır. Bir dənə bura qalıb. Amma evin içi ideal təmir olunub. Altına da nə istəyirsən, artıq əşyalarınızı yaya bilərsiniz. Yəni, ev həqiqətən təmirdə gözəl. Burada da ağac əkmək üçün, gül əkmək üçün ev sahibi belə burada bir boş torpaq sahəsi saxlayıb gözəllik yaratmaq üçün. Besetka da gördüyünüz kimi genişlik, ürək açandır. Keçən indi evin içi ilə tanış olaq. Evdir, ideal evdir. Ev birinci mərtəbədə monolitdir, ikinci mərtəbədə monolitdir. Yəni, hələm-hələm belə evlər olmur. Keçən indi evin içi ilə tanış olaq. Girən kimi, baxın, hörmətli izləyicilər, dəhliz, istopol, açıq, ağ kafel metallardan istifadə olunub. Demək, hörmətli izləyicilər, evin qapıları da çox qeyri-adi bir rəq qapılardır. Belə çox gözəl qapıları var. Həqiqətən özü də bahalı qapılardır. Yəni, ucuzları elə bilək qapılardan qoyulmayıb. Bura mətbəx hissəsidir. Aradasa təxmini bir 20 kvadrata yaxındır. 384-ün belə 5 metrə rahat var. Plintusları qapılara uyğun gedib. Baxın bir dənə. Öz elə belə plintuslar vurulmayıb. Keyfiyyətli plintuslardan istifadə olunub. Ev sahibi həqiqətən ideal ev yığıb. Gördüyünüz kimi aboylar, açıq aboylar şəbəkə ilə buraları yığdırıb. İstəsəniz burada güzgü də qoydura bilərsiniz. Bura güzgü yer, yəni yerləri var. Şəbəkə ilə belə geçər. Gördüyünüz kimi ev ideal vəziyyətdə təmir olunub. Plakanları belə beton monolitdir. Bura qonaq otağıdır. Baxın, gördüyünüz kimi, haradasa təxmini 4 metr, 8 metrdə uzunluğudur. 35-40 kvadrata yaxın rahat qonaq otağıdır. Evdə yenə gedilən, birinci mərtəbə monolit betondur. Həqiqətən də evin təmiri, gələn adam gəlib özü baxacaq. Yuxarılar da çox sadə, tavanlar da sadə yığılıb, gördüyünüz kimi. Aşağıdan bir dənə yataq otağıdır. Yaşlı adamların yuxarı çıxıb qalxmağına görə, yəni bəzən belə bir ev sahibləri aşağıda bir yataq otağı yaradıb. Gördüyünüz kimi də, yəni pəncərələrdə tam rahat evin içindən işıq düşür. Ev havalanmağa da uyğun evdən. Mənə heç yox, qapılarla plintuslar lap adamın ürəyini açır evə girəndə. Bura sanuzeldir, belə deyək də. Gördüyünüz kimi genişdir, sanuzeldir, genişdir. Duş kabinə də qoymaq mümkündür. Yeri, yəni burada hamısı nəzərdə qoyulub. Buradan istədiyiniz kimi bu hissədən qoya bilərsiniz. Genişdir, qranit mərmərdən yığılıb, özü çox səliqəli, səhmanlı bir iş görülür. Alan adam gəlib baxsın bir dənə. İndi düzdür, evdə içində tamamlanma işlər gedir. Hal-hazırda bugünkü vəziyyətdə ustadır. Burada kollektor sistemidir. Görürsünüz, yəni evin istipoluna görə sistemlər hamısı burada yığılır.
Keçən indi evin yuxarı mərtəbələrdən tanış olaq, hörmətli izləyicilər. Burada görürsünüz, mərmərdən yığılıb birbaşa. Qalxırıq yuxarı, ikinci mərtəbəyə. Buraydı da açır da, qapılar da özü həqiqi bir zövqlü qapılardır. Mən buraya da qapı görməmişdim, həm də belə. Burada bir hardasa 4'ün 4'ə geniş bir yataq otağıdır. Aboylar da həqiqətən çox gözəl aboylar, zövqlü aboylar seçilib. Mən belə gözləməzdim ki, bu qədərcə bu ev çox qəşəng çıxar. Burada bir yataq otağı var. Hardasa 20 kvadratda buradadır. Pəncərələrdən də görürsünüz, hamısından tam rahat işıq düşür. Özü yoldan, marşrutdan düşdün 2 dəqiqə evdəsiniz. Yəni elə bir yola da yaxındır. Marketlərə yaxındır, məktəbə yaxındır, aptekə yaxındır, meyvə bazarına yaxındır. Bunların hamısı nəzərdə çatdırıram yine. Bir yataq otağı burada yenə. Geniş yataqlar, otaqlar da ürək açandır, genişdir. Gördüğünüz kimi də hardasa 4'ün 5'ə də buradır, 20 kvadrat. Pəncərəsi yenə işıqlı, havalı. Aboylar çox zövqlü aboylardır. Bir yataq otağının üzbüyüz. Sanuzel, ikinci mərtəbənin sanuzeli. Yuxarılar asma tavanla yığılıb. Baxın, padmisiyonla. Yəni bunları hamısı nəzərdə çatdırım ki, həqiqətən evdə bir dənə ucuz mal istifadə olunmayıb. Hamısı hər şey keyfiyyətli vəziyyətdədir. Yenə də bax, burada 4'ün 5'ə bir yataq otağıdır. Yataq otağının içində sanuzel də var. Buna deyirlər bəy otağı. Bak burada da bir dənə sanuzel. Görürsünüz, yataq otağının içində də hazırı vardı. Yuxarılar da asma tavandır yenə. Fortifikası buradan qoyulub, yəni hər şey qaydasında. Həqiqətən çox qəşəngdir. Qapılar da yaxşı, keyfiyyətli qapılardır. Gör, baba, Prinsa günü keçir, sərginin özü bahalım Prinsada istifadə olunub. Aboylarda çox zövqlü yığılıb. Həqiqətən çox gözəl evdir. Burada balkonla çıxışdır. Hörmətli izləyicilər, təəssüf olsun ki, balkonu bağlıdır. Hörmətli izləyicilər, bana nəzərinizə çatdırıram. Sənəd bələdiyyə sənəd olacaq. Arxivli sənəddir. Yenə qeyd edirəm. Yoldan 50-60-70 metr məsafədə yerləşir. Yola yaxındır, marketlərə yaxındır, aptekə yaxındır, məktəbə yaxındır. Necə deyim sizə, meyvə bazarına yaxındır. Çox qəşəng bir yerdə yerləşir. Kimlər evini satmaq istəyirsə 055 389 38 08 nömrəsinə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seçal Əhəmlər səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətli evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb. Zəng vuran zaman kodları götürmək yadda çıxmasını hörmətli izləyicilər. Evin qiyməti 280 min start qiymətdir. 280 min. Real alacaqsa endirim olmağına birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözü hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah halana da xeyir versin, Allah satana da. Kim satsa da Allah xeyrin versin, kim alsa da Allah xeyrin versin. Amin. Amin. Çok güzel evdir.